Böyrək xəstəliklərinin qarşısını almaq üçün nə etmək lazımdır? Birincisi, duzu azaldırıq. Çalışın ki, yemək yeyərkən üzərinə duz tökməyin. Əgər sizdə qan təzyiqi yüksəkdirsə və yaxud tez-tez yüksəlirsə, onu vaxtında yendirməyə çalışın. Niyə? Çünki qan təzyiqi yüksək olduqca böyrəklərimizə zərər verir. Əgər sizdə qanda şəkər səviyyəsi yüksəkdirsə, şəkəri endirməyə çalışın. Şəkər səviyyəsi də böyrəklərimizi zədələyir. Sonra, əgər sizdə sidik yollarının infeksiyası varsa, hətta bu sizi narahat eləmirsə də, zəif olduğunu düşünürsünüzsə, yenə də bu sizin böyrəklərinizə vura bilər. Və uzun müddət belə saxlamaq olmaz. Vaxtında onu müalicə edin. Əgər sizdə sidik yollarında yaxud da böyrəkdə daş varsa, bu daha sonra böyrəkdə çox ağır vəziyyətə gətirib çıxarda bilər. Onu vaxtında müalicə etmək lazımdır. Əgər siz siqaret çəkirsinizsə, çox xahiş edirəm onu tərk edin. Ya da əgər bacarmırsınızsa, heç olmasa sayını azaldın. Çünki böyrək xərçənginə gətirib çıxardır.